Prezident, hörmətli Ali Baş Komandan, qatı idarəçisi olaraq 91-ci ilə ulu nümunələri deyirlər yaşayan, onu ürəyim onunla vuran kişi, Allah o Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Mən sözümü deyən kişiyəm, Yeni Şirvanlı Info Az saatində baş redaktörüm, sahibkaram. 22 yaşında gözümdən 50 olmuşam, amma həyatda mübariz olmuşam. Ulu Öndər, ikinci hakimiyyətə gələmsə, mənə yaşıl ışıqlar asıldı. Az petrol kimi yanacaq doldurmaq həyatım bu yadıma düşməz ki, mənə elə yer verirlər. Hamısını eləmişəm, yaşayıram. Allah sizə ömür versin, ilham eləyir. Demək, siz idmana, Azərbaycan idmanı bütün dünyaya tanıtır. Bütün dünya çempiyonu, Avropa Olimpiya çempiyonu süd hesabımıza oldu. 50.000 dollar onlara mükafat verirdi. Ev versə, yaşadırsan. Demək, burada mən 3 il bundan qabaq nəvəm gəldi bura. Bu 61-ci ildə fəaliyyət göstərən Şirvan Neft deyilən idarənin nəzdində olub. Sonra bir-birinə keçib başqa şeylərə çox acınacağım vəziyyət. Buradan mən çıxış elədim. Buranı dövlət prokurorluq tərəfindən, bura sanksiya ilə bura bağlandı. Yəni bura işte yararsız, üzr istəyirəm dönəndə, ayaq yolusu yox idi. Ən belə bir acı, belə pis vəziyyətdə də su axmır, istirgi yox. Kollar sürüyüb, 61-ci ildə tikilən yerdir. 3 ildir bura bağlanır. Nəticə yoxdur. Sizə idmana yaşadırsınız, dünya. Bütün gənə təkrarçılıq. Azərbaycanda bizim o bayrağımız qalxır, himimiz qalxır, onda mən gözüm dolur. 68 yaşında. Bax, budur həyat. Bax, burana elə də qalıb. Bax, kim buna nəzarət eləməlidir? Bağlandı, qutardı. Və nə eləyək bunu, nə tər eləyək? Kimə deyək, bax, qapısına bax, gör içəriyə bax, nə gündədir. Bunu xahiş edirəm, bu məsələyə diqqətə götürürsün. Cənab Prezident, mən bir ağsaqqal kimi, gənə təkrar qatı idarəçisi kimi, dövlətçiyə canım qoyan kimi, dərdimi kimə deyir? Sizə deməliyəm və sizdən başqa kim, heç kimin qulağına deyir. Davam edir o Seydi Xəlil Rza, Allah səhər rəhmət eləsin. Ulu Öndər onun xətrini nə tərəf istəyir? Xəlil Rza ulu Türk, oğlu Təbriz, Allah rəhmət eləsin. Davam edir o Seydi. Heç kim baxmır, heç kimin qulağına görür. Dünya necə taraz olsun, nə işin var? Bax, həmən Vöy Sabir, Allah səhər rəhmət eləsin. Elə də qalıb, heç kimin qulağına deyil. Kimə deməliyəm dərdimi? Xahiş edirəm bunu nəzarətə götürəsiniz. Bütün köhnə şəhər cəmaatı, idmançılar hamısı mənə deyir, baba, sən buranı şikayət elədin, bağladılar. Biz nağaraq və 3 ildir. 3 ildir bağlanıb. Bir adam bura nəzarətə baxmır. Ona görə çox bura sərmayə qoymaq lazımdır. Yüngül yerdə yeri düzəltmək lazımdır. O ünvanlı ki, su olsun, isti su olsun, qaynar su olsun, ayaq yolusu olsun, untazı olsun, o olsun, bu olsun. Yəni idman şeydə, yaman gündədir. Bütün bu köhnə şəhər cəmaatı, Şirvanın köhnə şəhər massivi, hamısı mənim küs eləyir. Deyir, siz çıxış elədiniz, düz elədiniz. Şərait 0 idi burada. Hər an təhlükə yarada bilərdi, idman eləmək. Xahiş edirəm, çox uzun danışmayın. Bunu nəzarətə götürün. Kim bunu eləyəcək, kimin kurasiyasındadır, bu məsələ həll olsun. Var olasınız. Allah sizə ömrü versin. Can sağlığı arzu edirəm.